insanlar, necəsiz? Bu mənim ilk YouTube videomdur. Artıq demək olar ki, 3 ildən çoxdur ki, mən bu YouTube videolarını çəkmək istəyirəm. Amma hər dəfə bir şey çıxır, qalır. İnşallah ki, bunu paylaşacağım. İlk öncə özümü tanıdım. Adım Rəmziyədir. Artıq 2019-cu ildən bəri sosial media marketing sahəsindəyəm. Son 4 ildir ki, freelance olaraq, SEO mütəxəssisi olaraq çalışıram. 28 yaşım olacaq bu il. Belə çox sevincliyəm. YouTube videolarını başladığım üçün çox sevincliyəm. İnşallah ki, davamlı olar. Mövzularım nə haqqında olacaq? Sosial media marketing sahəsi haqqında olacaq. Amma günlük rutinlərimlə də bağlı sizə paylaşımlar edəcəm. İnşallah ki, davamlı olacağam. İlk addımı atdıq. Hətta deyə bilərəm ki, gecə saat 3-də mən dedim ki, mən səhər durub YouTube videosu çəkəcəm. Şey qurtardı. Ona görə çox sevincliyəm. Bu videoda mən istəyirəm ki, SEM nədir, SEM kimdir, mən SEM sahəsinə necə gəlmişəm, bu haqda danışam. Həm də siz məni tanımış olasınız. YouTube videolarında niyə makyaj elədiklərini başa düşdüm. Bir şey edə-edə danışmaq zaman daha rahat gəlir. SMM deyəndə sosial media marketingi açılımı olsa da, orada mən SMM dedikdə sosial media mütəxəssisiyəm nəzərdə tutulur və ya SEO mütəxəssisi dedikdə sosial media marketing mütəxəssisiyəm mənası verir. Bunu inanıram ki, aydın oldu. Yəni insanlar artıq SEO nədir dedikdə siz rahatlıqla deyə biləcəksiniz ki, sosial media marketingi və ya SEO mütəxəssisi dedikdə sosial media marketing mütəxəssisi nəzərdə tutulur. Gələk mənim hekayəmə. Mən bu sahəyə necə daxil olmuşam? Və sizə bayaqlar dedim ki, 2019-cu ildən bu sahədəyəm. 2015-2019-cu illər mənim universitet dövrümdür və bu dövrdə çox-çox aktiv olmuşam. Könüllü fəaliyyətləri. Bir gün bunun haqqında sizə danışmaq istəyirəm ki, könüllü fəaliyyətlə məşğul olduqda bilə çox önəm verin ki, hansı sahə üzrə irəliləmək istəyirsiniz, o sahə üzrə könüllü fəaliyyət göstərin. Amma bu sonraki mövzumuzdur. Amma bir belə deyək də, kontent ideyamız artıq var. Gələk mənim SEM ilə tanış olmağıma. 2019-cu ildə Azərbaycanda qeyri-hökumət təşkilatlarından birində PR menecer, yəni ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis olaraq çalışırdım. Və bu dönəmdə artıq Instagram, təşkilatın Facebookunu, Instagramını, YouTube'unu mən idarə edirdim. Və ilk press release, brief və s. kimi terminlərdə oradan öyrənmişəm. Düşünürəm ki, mənim şansım da orada gətirib ki, universiteti bitirdiyim andan belə bir gözəl təcrübə yaşamaq şansım olub. Ondan sonra orada bir müddət çalışdıqdan sonra karantin müddəti başladı. Artıq 2020-nin mart ayı idi və mən düşündüyüm ki, Bakıda qala bilmərəm, çünki kiraya qalırdım və Lənkərana qayıdım. Həm kiraya ödəniş eləməyim, həm Lənkəranda bəlkə çalışdım və mart ayında qayıtsam da iyul aylarını tam xatırlamıram. Bu aylarda artıq yay ayları idi çünki Lənkəranda bir mebel mağazasında SEO mütəxəssisi olaraq, həm də müştəri xidmətləri üzrə mütəxəssis olaraq da çalışmağa başladım. Orada da çox gözəl təcrübələr əldə etmişəm. Çünki biri qeyri-hökumət təşkilatıdır və orada hər hansı bir məhsul, xidmət satmırsan sən, sadəcə layihələrin təqdimatını həyata keçirdirsən. Belə deyək də, insanları bu layihələrə təşviq edirsən ki, qoşulsunlar, sosiallaşsınlar və ya hər hansı bir cəmiyyətə faydalı layihələr həyata keçirdirsən. Mebel mağazasında sən bir şey satmalısan. Və həmçinin də çox qəşəng bir nüans var idi. Müştəri xidmətləri üzrə mütəxəssis olduqda daha az faiz qazanırdınsa, sosial mediadan gələn müştərilərdən daha çox faiz qazanırdın və bu da mənə daha çox həvəsləndirirdi ki, Instagramdan daha çox satım. Mebel mağazasında çalışdığım dönəmdə düşünürdüm ki, bəli, burada çalışıram, amma burada gələcək olaraqdan və ya potensialımı üzə çıxarmağım üçün imkanlar yoxdur və həmin dönəmdə başqa yerlərdən də iş axtarırdım və bir tanışım Azərbaycanda çox məşhur olan bir şirkətdə insan resursları üzrə Lənkəran filialında insan resursları üzrə mütəxəssis vakasiyası olduğunu dedi.
Mən də o dönəmdə əmək məcəlləsi haqqında məlumatlı değildim. Hər hansı bir maddələr, qanunvericiliyi və s. haqqında məlumatlı değildim. Amma mən orada çalışmaq istəyirdim və düşünürdüm ki, orada mənim üçün daha yaxşı olacaq. Düzdür, marketinq sahəsindən uzaqlaşdımmı o dönəmdə? 6 ay ərzində uzaqlaşdım, amma tam olaraq uzaqlaşmamışdım. Çünki mənim idarə elədiyim bir biznesim var idi. O mövzuya da qayıdıram. Və o şirkətə daxil olmaq üçün sən ilk öncə imtahan verməliydin. Burada həm kompüter bilikləri ilə bağlı, həm məntiqlə bağlı, həm də əmək məcəlləsi ilə bağlı sən imtahan verməliydin. Mən də başladım. Orada çalışa, yəni mebel mağazasında işdən sonra gəlirdim, maddələri əzbərləyirdim, öyrənirdim. Və elə oldu ki, bir çox namizəd arasında mən seçildim və orada 6 ay, çox qısa bir müddət işlədim. Amma niyə 6 ay? Çünki mən orada əslində çox məmnun idim işimdən. Sadəcə çox gözəl şeylər oldu həyatımda. İlk iş günü mənim doğum günüm vaxtı idi, 16 mayda idi və həmin həftənin sonu mən özüm üçün bir Lənkəranda moda evi açacaqdım. Burada da grant qazanmışdım. Bir beynəlxalq layihədən grant qazanmışdım. Orada demişdilər ki, hansı biznes üzrə fəaliyyət göstərmək istəyirsən. Mən də demişdim ki, öz atölyemi açmaq istəyirəm. Belə deyildi, dərzi yeri. Və bu beynəlxalq layihəyə müraciət etmək üçün sənin hər hansı bir biznes ideyan olmalıydı. Həmin dönəmdə də mən Lənkəranda dərzi axtarırdım. Tapa bilmirdim. İstədiyim dərzini tapa bilmirdim və ya hara gedim paltar tikdirməyə deyə düşünürdüm. Və düşündüm ki, bu bir işarətdir və sən bir atölye açmalısan, dərzili atölyesi açmalısan və belə qərar verərəkdən öz moda evimi açmışdım. Həmin dönəm həyatımın çox gözəl bir dönəmi idi. Çünki həm çox sevdiyim bir iş yerində çalışırdım. Həm öz biznesimin ilk addımlarını atmışdım. Hər şeyin bu qədər gözəl getdiyi bir dönəmdə mən nə etdim? O dönəmdə Avropa Könüllülük Xidməti adında, sonradan öncə adı European Volunteer Service idi. Ondan sonra isə hal-hazırdakı adı European Solidarity Corps ediblər və həmin dönəmdə hər hansı bir ölkəyə gedib 6 ay, 8 ay, 1 il və ya daha qısa müddətdə həmin xarici ölkədə yaşayırdın, hər hansı bir layihə üzrə işləyirdin, həmçinin də ölkələri, yəni əgər Şengen ərazisindəsənsə, ölkələri gəzə bilərsən kimi bir şansın var idi. İnşallah ki, videolarım bunun haqqında olacaq. Çünki düşünürəm ki, bir çox insan getmək istəyər xaricə və bu fürsəti yaşamaq istəyər. Həmin dönəmdə dedim ki, mən həyatımın ən gözəl dönəmlərindən birindəyəm. Mən bu layihəyə bir layihə seçdim. Mən bu layihəyə əgər seçilsəm, gedəcəm. Əgər seçilməsəm, bu mövzu mənim üçün bağlanmışdır. Və biznesimi davam etdirəcəm, işləyəcəm, daha gözəl işlər görəcəm Azərbaycanda. Və dostlar, nə oldu o dönəm? Mən o bir layihəyə birinci müraciətimdə qəbul aldım. Bu Polşada bir layihə idi. Uşaqların bir dərnəkdə uşaqların cəmiyyətə qarışması, ingilis dilində onlara dəstək olunması, kiçik tədbirlərin həyata keçirilməsi, onlardan Easter, Christmas kimi yeni il tədbirləri və s. O tədbirlərin həyata keçirilməsinə dəstək olurdum. Yaxşı ki, getmişəm deyə düşünürəm. Bunun haqqında ayrıca bir videoda danışarıq. Çünki bu videoda SMM sahəsinə necə başlamışam, onun haqqındadır. Polşada mən gəlir əldə etməliydim. Polşada bizə maaş verirdilər. Azərbaycan pulu ilə 400-500 manat arası bir pul idi. Amma ev pulu pulsuz idi. Nəqliyyat xərclərimiz qarşılanırdı. Digər xərclər hər biri qarşılanırdı. Sadəcə bu pulu verirdilər ki, götür, bu sənin yemək pulundur. O 400-500 manat arası pul 1000 zlot idi. İndi bəlkə qiymətlər dəyişilib. 1000 zlot alırdım və bu pul sadəcə mənim cib xərcliyim idi. Çünki hər şeyim qarşılanırdı dediyim kimi. Əgər o 1000 zlotu az yedin, get gəz ölkələri. Və mən nə etdim? O pulu səyahətə xərclədim və o dönəmdə, yəni bir il ərzində 13 ölkə, 26 şəhər gəzdim. Yaxşı ki, etmişəm deyə düşünürəm. Bir ildən sonra bizim müqaviləmiz bitirdi və mən artıq qayıtmaq zamanım gəlmişdi. Azərbaycana qayıtdığımda, bu arada həmin dönəmdə, yəni Polşada bir il ərzində olduğum dönəmdə sevdiyim bir insan var idi.
hal-hazırda yoldaşım və biz danışırdıq ki, qayıtdıqdan sonra artıq nişan, xına, toy və s. və s. O da Lənkəranlı olsa da Bakıda çalışırdı və qayıtdım Lənkərana. Noyabrda qayıtdım. 2022-nin noyabrında qayıtdım. 2002-nin dekabrında bizim hərimiz oldu. Və mən Lənkərana qayıtdım. Çünki Bakıda evimiz yox idi. Qayıtdıqdan sonra, hərimiz olandan sonra 2023-də artıq evdəkilər başladı demək ki, martda nişan olsun bu tarixdə. Yəni evdəkilər yəni biz də razı idik əlbəttə ki. Başladım iş axtarmağa. Amma beynimdə də o var idi ki, bizim əgər iyulda toyumuz varsa, mən burada çox qısa bir müddət çalışacağam, sonra Bakıya gedəcəm. Bakıda təzədən iş axtarmalıyam. Bu dönəm ancaq onu fikirləşirdim ki, nə işi görə bilərəm və bir şey qaçırtdım sizə deməyə. Mən Polşada gəzməyim üçün o 4-5 manat çox da belə deyək də sərf etmirdim. Sadəcə cib xərcləyib pulum var idi. Bir də çalışdığım yerdə bu kredit kartım var idi ki, çox çətin bir durumda ondan istifadə eləyirdim. Sonra həmin dönəmdə də zaten mən düşünürdüm ki, mən necə gəlir əldə edə bilərəm və 3 tələbəm var idi. İbtidai sinifdə onlara ingilis dilindən dərs keçirdim və freelance olaraqdan bir səhifənin idarəsini götürmüşdüm. Yəni freelance olaraq çalışmağı mən ilk öncə oradan öyrənmişdim ki, freelance çalışmaq mümkündür. Orada da xaricilərdən öyrənmişdim ki, freelance olaraq çalışmaq mümkündür. Sonra Azərbaycan yenə qayıtdıq həmin mövzuya. Bir podruqam SMM təlimi almışdı və başlamışdı ki, freelance olaraq çalışmağa. Və dedim ki, necə gözəl, mən niyə bunu etməyim? Və başladım mən də təlimlər almağa. İlk öncə yerli, sonra zaten həmin dönəmdə ingilis dilim daha yaxşı idi. Ona görə xarici təlimlər də ala bilim. Həm yerli, həm xarici təlimlər almağa başladım. Və freelance olaraq ikinci işimi, amma Polşadan qayıtdıqdan sonra isə ilk işimi freelance olaraq tapmışdım. Bunun üçün çox sevincli idim. Çünki səhər saat 9-da işə getməyə ehtiyac yox idi. Və bu dönəmdə başladım o freelance olaraqdan çalışmağa. Bu arada mən çəkilişə və s. də getmirdim. Sadəcə mənə videolar göndərilirdi ki, bu videolar editlənəcək, düzgün başlıqlar yerləşdiriləcək, yəni storylər paylaşılacaq. Bu işləri gördüm. Yəni canlı olaraqdan məkana getmirdim. Məsələn, hal-hazırda çəkilişləri də eləyirəm. Yəni mobilografiya tərəfini də eləyirəm, Resmaker tərəfini də eləyirəm. Hər bir tərəf, yəni meta reklamları, məsələn, reklam da o səhifə üçün yerləşdirmirdim və 250 manata başlamışdım o xanımla çalışmağa. Və həmin dönəmdə bir səhifə, sonra 2-3 səhifə başladım çalışmağa və artıq Bakıya köçdüyümüz zaman mən freelance olaraq da səhifələrlə zaten çalışırdım. Sonra isə bir kursdan SMM təlimi keçmə təklifi aldım. Həmin dönəmdə həm çox sevincli idim, çünki mənə belə bir təlimçi kimi layiqli bir iş təklif olunub, həm də çox heyecanlı idim ki, tələbə bir şey soruşsa, görürsən cavab verə biləcəmmi? Çox heyecan var idi həmçinin də. Amma ilk işim təlim proqramını, bu dönəmdə dediyim kimi 2023-cü il dönəmində idi. Və dedim ki, okey, mən təlim proqramı hazırlayıram, sizə göndərirəm, uyğun olarsa başlayarıq. Və 2023-də artıq mənim təlimçilik dönəmim başladı. Hal-hazırda artıq 3 ildir ki, çünki 2023-ün əvvəlləri idi ki, təlimçi kimi təklif almışdım. Yəni 2023-cü ildən artıq təlimçi olaraqdan fəaliyyət göstərirəm. Çox gözəl mütəxəssislər yetişdirmişəm. Bunun üçün çox sevincliyəm. Sonra yenidən məsələn 6 ay öncə mən onlayn olaraq çox mobilografiya təlimlərinə qoşulmuşdum. Amma offline olaraq, canlı olaraq qoşulmamışdım. 6 ay öncə canlı olaraq da mobilografiya təlimi aldım. Mütəmadi olaraq özümü inkişaf etdirməyə çalışıram və düşünürəm ki, hələ də bitməyib. Çünki məsələn üçün artıq öz nələrdə bilmədiyimi çox yaxşı bilirəm. Bu çox önəmlidir dostlar. Nəyi bilmədiyinizi bilmək. Məsələn üçün mən meta reklamlarında özümə çox güvənirəm. Çox şükür, bir daha deyirəm, çox şükür. Amma
Google reklamlarını bilmirəm və bunu öyrənməyə çalışıram. Artıq 2026-cı ildir. 2019-cu ildə başladığım ilk işim zaten bu sahə ilə bağlı idi və artıq 2026-cı ildir və demək olar ki 7 ildir mən bu sahə içərisindəyəm. Və çox şükür edirəm ki, çox gözəl əməkdaşlıqlarım olub. Həqiqətən də qızıl kimi insanlarla əməkdaşlıq edirəm. Onların biznesinə dəstək oluram. Onların satışları artanda, səhifələri irəliləyəndə, daha gözəl nəticələr əldə edəndə, yeni filial açanda, müştəriləri artanda dediyim kimi çox sevinirəm. Şəxsi brendlərini güclənəndə çox sevinirəm və Allah'a şükür edirəm ki, o qədər gözəl insanlarla əməkdaşlıq edirəm və tələbələrim. Siz mənim ürəyimsiniz, ay tələbələr. Həqiqətən tələbələrimi çox sevirəm. Hətta o 2023-ün əvvəlində başladığım tələbələrim hal-hazırda yenə mənimlə əlaqə saxlayır. Hələ də onlarla belə deyək də bir çətinliklər olanda dəstək olmağa hazıram. Onları həqiqətən çox sevirəm. Bütün tələbələrimi çox sevirəm və mənim tələbələrim həqiqətən çox gözəl insanlar olub. Bundan sonra da inşallah ki, çox gözəl insanlarla qarşılaşarıq hər birimiz və belə dostlar, mənim də SMM sahəsinə gəlməyim, SMM kimi çalışmağım hekayəsi bu formadaydı. Artıq dediyim kimi 7 ildir, 2019-cu ildən bu sahədə olsam da son 3 ildir ki, freelance olaraqdan çalışıram. Növbəti videolarda freelance çalışmağın və ya ofis daxilində çalışmağın fərqləri haqqında, hansı daha üstünlüyü var, hansının daha belə deyək də zəif tərəfləri var, bir SWOT analizi şəklində danışarıq. İlk videom idi. Hər kəsə çox təşəkkür edirəm izlədiyiniz üçün. Rəylərdə fikirlərinizi bildirsəniz, bəyənsəniz, məni izləməyə alsanız çox sevinərəm. Belə dostlar, sağ olun.